Abdullah ibn Ömər rəvayət edir ki, İmam Hüseyin əleyhissalam belə buyurmuşdur. Əgər dünyanın sonuna yalnız bir gün qalmış olsa, Allah Taala o günü o qədər uzadacaq ki, mənim nəslimdən bir kişi qiyam edərək zülm və təcavüzlə dolmuş yeryüzünü ədalət və bərabərliklə dolduracaqdır. Mən bunları cəddim Rəsulullahdan şəxsən eşitmişəm. Şeyx Səduq öz sənədi ilə Həzrət İmam Hüseyin əleyhissalam, o da atası Həzrət Rəsulullah salavatullah buyurmuşdur. Məndən sonra 12 imam gələcəkdir. Onların birincisi sənsən ya Əli, 12-cisi isə yerin gün doğanı ilə gün batanı arasındakı məsafəni fəth edəcək qiyam sahibi Mehdidir. Həzrəti İmam Hüseyin əleyhissalamdan soruşdular, görəsən Mehdi doğulmuşdurmu? İmam cavab verdi, xeyr, əgər onun zamanında olsaydım, ömrüm boyu ona xidmət edərdim.